günlər Rusiyanın müxtəlif bölgələrinə, xüsusilə də paytaxt Moskva istiqamətinə dron hücumlarının intensivləşməsi müharibənin yeni mərhələyə keçdiyini göstərir. Artıq cəbhə xəttindən 1000 kilometrlərlə uzaqda yerləşən şəhərlər belə hərbi qarşıdurmanın təsirlərini hiss edir. Bu isə müasir müharibələrin xarakterinin dəyişdiyini, döyüş meydanının sərhədlərinin genişləndiyini göstərir. Dron texnologiyalarının sürətlə inkişafı tərəflərə uzaq məsafədən zərbə endirmə imkanı yaratsa da, bunun yaratdığı humanitar risklər də artır. Hərbi obyektlərlə yanaşı mülki infrastrukturun təhlükə altına düşməsi, insanların gündəlik həyatının pozulması müharibənin ən ağır nəticələrindən biri olaraq qalır. Rusiya və Ukrayna arasında baş verən müharibə əvvəlindən bəri kimisə konkret qalibiyyəti də başa çatacaq müharibə deyildi. Siyasi qərar qəbul edənlərin hərbi strateji səhvləri faciəvi və dramatik bir müharibə vəziyyəti yaradıbdır. Çox təəssüf ki, yeni hərbi texnoloji vasitələr bu müharibədə sivil insanları daha çox hədəfə çevirir, müharibəni daha qəddar edir. Çünki minlərlə kilometr uzaqdan idarə olunan və göndərilən dronların haraya necə zərbə endirəcəyi və kimin zərər çəkəcəyi əvvəlcədən o qədər də dəqiq müəyyənləşdirilə bilmir və nəticədə ciddi humanitar problemlər ortaya çıxır. Əlbəttə, bu sırf müharibə hüquqi baxımından da, humanitar dəyərlər baxımından da yaxşı hal deyil. Bununla belə ekspertlər hesab edir ki, paytaxtlara və böyük şəhərlərə yönələn bu tip hücumlar müharibənin taleyini həll edəcək strateji üstünlük yaratmır. Çünki həm Rusiya, həm də Ukrayna geniş əraziyə, böyük insan resurslarına və uzun müddətli müqavimət imkanlarına malikdir. Ayrı-ayrı zərbələr informasiya və psixoloji təsir yaratsa da, cəbhədə fundamental dəyişiklik formalaşdırmaq gücündə deyil. Rusiya və Ukrayna müharibəsində dönüşün yaranması çox çətindir. Hər iki ölkənin o qədər böyük potensialı və o qədər böyük ərazisi var ki, hansısa paytaxta hücum edib bir neçə obyekti vurmaqla müharibədə dönüş nöqtəsi yarana bilməz. Dönüş nöqtəsi yalnız siyasi qərar qəbul edənlərin düşüncəsində yaranmalıdır ki, bunun üçün də siyasətçilərin müdrikliyi çatışmır, çox təəssüf ki. Ona görə də Rusiya kimi böyük əraziyə, çox böyük insan resurslarına, çox böyük hərbi iqtisadi potensiala malik olan bir ölkənin hansısa şəhərini paytaxt olsa belə bir neçə dron atmaqla hadisələrin, müharibənin taleyini müəyyən etmək mümkün deyil. Və bir də burada Rus mentalitetini nəzərə almaq lazımdır. Çünki hər xalq mental baxımından çox oxşardır. Tarixi baxımından nə qədər fərqli xalqlar olsalar da, uyduruluğu kimi onların heç bir ortaq Slavyan kökü olmasa da, Ukraynalılar peçeneklərin, qıpçaqların, kumanların soyundan gələn bir xalq kimi başqa bir xarakter sahib bilirlər. Ruslar isə daha çox Slavyanlardan formalaşmış başqa bir xalqdırlar. Bu da iki xalq arasında həm də bir-birinə qarşı etnik nifrəti yaradır. 4 ildən artıqdır davam edən müharibə göstərir ki, tərəflər hərbi yolla qəti nəticə əldə etməkdə çətinlik çəkirlər. Döyüşlər uzandıqca iqtisadi itkilər artır, insan resursları tükənir və sosial yük daha da ağırlaşır. Bu səbəbdən bir çox beynəlxalq müşahidəçilər münaqişənin gələcəyinin hərbi meydandan çox siyasi masalarda müəyyən ediləcəyini düşünür. Mənəvi psixoloji kontekstdə də, mental baxımdan da bir neçə zərbə ilə və yaxud ərazinin bir hissəsinin işğal edilməsindən bu müharibədə dönüş nöqtəsi olmayacaq. Dönüş nöqtəsi yalnız və yalnız siyasi ideoloji düşüncə sahiblərində baş verməlidir. Onların beynində baş verməlidirlər ki, bu mənasız müharibə son qoyulsun. Bu qalibi olmayacaq bir müharibədir. Çünki bugünə qədər davam edən artıq 4 il yarıma yaxındır davam edən bu müharibədə hər iki tərəf bütün resurslarınla hər şeyi uduzmağa doğru gedirlər. Moskva səmasında görünən dronlar, Ukrayna şəhərlərində səslənən hava həyəcanları və cəbhədə davam edən döyüşlər hələlik müharibənin sona yaxınlaşdığını göstərmir. Əksinə, proses göstərir ki, qarşıdurmanın taleyi yeni silah sistemlərindən daha çox siyasi qərarların hansı istiqamətdə veriləcəyindən asılı olacaq.